razıyam. Bugün 9 dəqiqə. 9 dəqiqə tunellər yanıb. Barometrin qaynar xəttinə bu dəfə sərnişinlər tərəfindən Bakı metropoliteni ilə bağlı şikayət daxil olub. Onlar bildirirlər ki, qatarların sürətinin ləng olması, eləcə də tunellərdə dəqiqələrlə hərəkətsiz dayanması səbəbindən hər gün gedəcəkləri ünvana gecikməli olurlar. Sərnişinlərin sözlərinə görə, bu hallar əsasən səhər saatlarında işə və dərsə tələsən insanların ən sıx vaxtında baş verir və ciddi narahatlığa səbəb olur. 9 dəqiqə yanmışdır. Günlərə razıyam. Bugün 9 dəqiqə. 9 dəqiqə tunellər yanıb. Mövzu ilə bağlı Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, yeni tədris mövsümündən pik saatlarda intervallar azaldılıb. Bu isə xətlərdə qatarların qrafika uyğun xüsusi nizamlı hərəkətini, qatarların yubanmasına təsir edən amillərin qarşısının alınmasını tələb edir. Metropoliten xətlərində qatarların hərəkətinə ən çox təsir edən hallar qatarların qapılarına müdaxilə və hüdud xəttinin keçilməsidir. Məlumdur ki, qırmızı və yaşıl xətlər 28 may stansiyasında kəsişərək birləşir. Bu səbəbdən bir istiqamətdə yubanma hər iki xətt üzrə qatarların hərəkətinə təsir edir və yubanmalara səbəb olur. Nəticədə sistem avtomatik olaraq qatarların təhlükəsizlik zonasına daxil olmasına icazə vermir. Sərnişinlərdən xahiş edirik ki, intervalın azaldılması şəraitində qatarların nizamlı hərəkətinə maneələr yaradan və yekunda sərnişinlərin haqlı narazılığına səbəb olan bu kimi hallara yol verməsinlər. Ümid edirik ki, narazılığa səbəb olan bu kimi məsələlər tezliklə aradan qalxacaq.